Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibina ve habibi ilahil alemin. Ebil Kasimi Muhammed. واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. أما بعد يا عباد الله، أوصيكم ونفسي بتقوى الله واتباع أمره ونهيه. Hoş gördük değerli müminə bacılarım ve mümin kardeşlerim. Bugün cümədir ve aynı zamanda İmam Rıza Aleyhisselam'ın mevlud günüdür. Bu cümə günü ve imamın mevlud günü münasibətilə hər kəsi səmimi qəlbdən təbrik edirəm. Allah Teala cüməmizi ve mevludlarımızı, günlərimizi xeyirli, bərəkətli eləsin inşallah. Cümədə cəm olduğumuz kimi Allah Teala bizləri öz cənnətində, öz evində cəm eləsin. Bugün danışdığım xütbə Allah'ın bizə bəxş etdiyi nemətlər barəsində. Görək Allah Teala bizə nələri bəxş eləyib və o nemətlərin biz şükranlığın edə bilirik ya əksinə. Allah Teala insanlara çox böyük nemətlər bəxş eləyib. Hər kim öz üzərində düşünmək qabiliyyəti olarsa, fikir versin ki, Allah mənə nələr verib və ondan ibrət alsın. Görmək, eşitmək, düşünmək qabiliyyəti, sevinmək, qəmlənmək, sevmək və sair saysız hesabsız Allah Teala bizlərə nemətlər verib. Bunların hamısını da Allah Teala insana bəxş eləyib pulsuz, təmənnasız, parasız. Heç bir verdiyi nemətlərin müqabilində səndən pul, para istəmədi. Və səndən heç bir şey istəmədi. Yalnız və yalnız qulum, düşün, ibrət al və nəticə çıxardıb mənə şükranlığını ifadə elə. Görmək və eşitmək milyonlarla, əgər o eşitmək və görmək qabiliyyətini itirən adamlar milyonlarla pul xərcləsə, həmən o qulağın, həmən o görmənin effektini verə bilməyəcək. Diz qapaqları bir insanın adi diz qapaqlarının mayesi azaldığı zaman və yaxud quruduğu zaman insan nə qədər o müalicədən də, puldan da əlavə nə qədər istirab və ağrılar çəkir. Halbuki biz nə gözümüzün, nə eşitməmizin, nə diz qapaqlarımızın, nə oynaqlarımızın, nə bədənimizin heç bir yerindən şikayət etmədiyimiz təqdirdə o xəstəliklərlə qarşılaşdığımız zaman deyirik ki, ilahi biz nələr itirmişik, nələri biz əldən vermişik ki, o şükrü biz yerinə yetirə bilmək içindir. Bir adama desən ki, sənin gözünün ikisini də alıram, əvəzində sənə yarım milyon, misal üçün deyirəm, pul verirəm, o deyəcək ki, bu yarım milyon mənim nəyimə lazımdır ki, mən o pulları görə bilmirəm. İnsan
nemətləri itirdiyi zaman onun qədrini bilir. İnsan nemətlərin əldən verdiyindən sonra nankörlük hissi ifadə olur. Kaş ki mən bunların qədrini bileydim. Fərqi yoxdur. Maddi olsun, fiziki olsun, mənəvi olsun. Nə qədər ki sənin yanındadır, sən onu elə başa düşə bilməyəcəksən. Elə ki itirdin, böyük bir dağ arxandan elə bil dağıldı, aradan getdi. Ona görə mən bəzi qardaşlarla, dostlarla danışdığımız zaman onlar deyir, nə qədər ki atam, anam mənim yanımdaydı, mən özüm güclüydüm. Özümü dağ hesab eləyirdim ki, mənim arxamda əjdaha bir varlıq var. Elə ki onları itirəndən sonra baxdım, gördüm ki, mən çox gücsüz və cılız bir insan imişəm. Allah Teala buyurur ki, əlinizdə nə var, onun qədrini bilin. Hamısının qədrini bilin. Əgər qədrini bilməsiz, təfəkkür eləməsiz, düşünməsiniz, onu sizdən alacağım. Amma bütün bu hadisələrin içində insana bir düşünmə qabiliyyəti qalır. İnsan yetər ki düşünsün. Düşünsün ki, mənə bu verdiyi nemətlər müvəqqətidir. Bir zaman əlimdən alınacaq. Onun zamanında istifadə ilə qədrini bil. Mən bu nemətləri saydım. Nə qədər ki, maddi nemətlər, fiziki nemətlər var idi, onun bir neçə qismini saydım. Ən böyük ilahi tərəfindən bizə hədiyyə, mən deyərdim ki, ən mühüm olan hədiyyə, ən əsaslı olan hədiyyə Allah Teala tərəfindən bizə dindir. Əgər bir insanın dini yoxdursa, heç nəyi yoxdur. Din insanın ən möhkəm qalasıdır, ən möhkəm dayağıdır. İnsan dinlə hidayət olur, dinlə yol tapır. Qaranlıqdan, zülmatçılıqdan insan nura dinin vasitəsi ilə gedir, peyğəmbərlərin vasitəsi ilə gedir, Allahın vasitəsi ilə gedir. Əgər din olmasa, insanı məhv edən ünsürlər, bütün fəsadlar, istər daxilimizdə olsun, istər xaricdəki mühit olsun, insan heç vaxt onu müdafiə edə bilmir. Sən əgər dindən kənarlaşsan, daxilində olan düşməninlə mübarizə apara bilməyəcəksən. Sən daxilinlə mübarizə apara bilmədiyin təqdirdə xaricinlə necə müharibə eləyə bilərsən? İnsanlar var bugün özün təftiş eləmir, özün yoxlamır, astronomiya elmi ilə məşğuldur, coğrafiya elmi ilə məşğuldur, həndəsə ilə məşğuldur, biologiya ilə məşğuldur və s. elmlərlə. Ən böyük elm özünü təftiş elə. Sən özünü tapa bilməyəndən sonra digər elmləri necə əldə edə bilərsən? Ona görə Əli əleyhissalam buyurur ki, mən ərəfə nəfsəhu fəqəd ərəfə rabbəhu. Özünü tapa bilməyən, özünü dərk edə bilməyən insan Allahın dərk edə bilməz. Sən özünü kəşf eləməsən, başqalarını necə kəşf eləyə biləcəksən? Bəzən var, dostluq eləyirik, illərlə dostluq eləyirik, evimizə gətiririk, evimizdən yola salırıq, oğul böyüdürük, dost böyüdürük. Sonra bir müddət keçəndən sonra bəzi atalar görmüşəm, deyir ki, mən evimdə oğul yox, ilan saxlayırmışam. Mən evimdə əjdahalar saxlayırmışam, zəhərləyici ilanlar saxlayırmışam. 25 il övlad böyüd, axırda sənə bir dənə ilan kimi zəhərini atsın. İlanın xüsusiyyəti nədir? Üzü yumuşaqdır, içərisi zəhərdir. Biz onu böyütdükcə baxıb görürük, düşmən hazırlayırıq, ermənilər kimi. Sovet dönəmində ermənilər bizim ərazimizdə, torpağımızda, Bakımızda, paytaxtımızda biri, mən nə bilim, ayaqqabı tikən idi, biri mağazada işləyirdi, biri qızıl dükanında işləyirdi, biri ərzaqda işləyirdi və onların buynuzları, iç dünyaları içdə idi. Elə ki, bir balaca hadisələr baş verəndə onun o daxili xəyanət üzə çıxır. İnsan da belədir, dostluq eləyirsən, onu yoxlamaqdan ötəri, dostluğu yoxlamaqdan ötəri, misal üçün deyirəm,
Hələ daxilimizi qoyuruq kənara. Dostluğu yoxlamaqdan ötəri iki şeylə oynan. İstəyirsiniz ki, dostlarınızı, can dediğiniz qardaşınızı yoxlamaq istəyirsinizsə, iki dənə onu ilə iş qurun. Birinci, oyuna səfərə çıxın. Səfərdə biləcəksən ki, bunun dostluğu səninlə dost imiş ya düşmən imiş. İkinci də dostluğu tanımaq üçün ona biraz pul ver, kənarda dur, gör o pulu necə xərcləyəcək. Ondan sonra artıq sən qərarı qəbul edə biləcəksən. Bu xaricidir. Yəni kənardır. Sənin də daxilində xəstəliklər var. Allah göstərməsin, əgər biz daxili xəstəliklərimizi kontrol edə bilməsək, o həyatda böyük fəsadlar verəcək və səni həbsə salacaq. Bizim görmədiyimiz, bilmədiyimiz bizim başımıza gələcək. Sən bu günləri, misal üçün deyirəm, qəzəbivi, hirsivi saxlaya bilmə, gör nə oyun çıxardacaq. Bu günləri daxili səbirsizliyi, rəzil olan xüsusiyyətləri üzə çıxart, biruzə ver, onda gör nələrlə qarşılaşacaq. Ailə də səninlə düşmən olacaq. Dostlar da səndən qaçacaq. Sən tutduğun vəzifədən də uzaqlaşacaqsan. Niyə? Çünki daxili sirri biruzə verəndə artıq təsirlər bilinir ki, sənə münasibətlər necədir. Uzun sözün qısası. Mən buna Quran-ı Kərimlə cavab vermək istəyirəm. Mövzu nə idi? Mövzu bu idi ki, Allahın bizə bəxş etdiyi nemətlər barəsində düşünmək və ibrət almaq. Bunun üçün də Quran-ı Kərimdə çox yerlərdə təfəkkür, düşünmək və ibrət almaq barəsində Allah Teala bizə ayələr buyurur, anladır. Mən bayaqlar dedim ki, insan din bilməsə, dindən xəbər olmasa, Qurandan xəbər olmasa, zəlalətdə olacaq, ziyanda olacaq. Din bizə yol göstərir. Ali İmran surəsinin 191-ci ayəsinə diqqət edin. Bismillahirrahmanirrahim. Əllezîne yezkurûnallâhe qiyâmen ve qu'ûdâ ve alâ cunûbihim ve yetefekkerûne fî xalqis semâvâti vel ard. Ayə belədir. Allah Teala buyurur ki, o kəslər ki, bu sənə də aiddir, mənə də aiddir. O kəslər ki, ayaq üstə olanda da, buna diqqət eləyin. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayır. Bəzən bizdə o qədimdə cəhalət dövründə belə bir şey var. Deyir, yatanda Allahın adını demək günahdır. Harada yazılıb? Sizdən soruşsalar ki, yatan yerdə Allahı zikr etmək olmaz, onda deyəsiniz ki, Allah Teala Quran-ı Kərimdə Ali İmran surəsinin 191-ci ayəsində belə buyurur. Oturanda da, yatanda da, uzananda da Allahı xatırlamaq olar. Ona görə şəriətimizdə, fiqhi məsələdə var ki, Allah göstərməsin, bir insan ayaq üstə namaz qıla bilmirsə, söykənməlidir bir yerə. Söykənə bilməsə oturmalıdır. Otura bilməsə uzanmalıdır. Uzananda da hərəkətləri də olmasa, namazın rükünlərini gözü ilə, ağzı ilə də deyə bilməsə, ola bilər ki, bir insanın ağzı möhürlənib, Allah uzaq eləsin, danışa bilmir. Gözləri ilə, gözünün qapaqları ilə bu qədər namaz vacibdir. Amma adam var, ayağı da sağlam, qış vaxtı isti, soyuq suyu da var, namaza da çəkəndə deyir, hələ vaxtım, hələ qalıb bir 50 yaşında qılacağam. Quran deyir, oturan yerdə də, duran yerdə də, ondan sonra uzananda da Allah'a xatırlayın. Sən Allah'ı ayaq üstə də xatırlanmırsan, isti soyuğun da var, bəzən bəhanələr var, deyir, sübh namazını kənd yerlərində var. Deyir, valla səhər dura bilmirəm, niyə? Deyir ki, isti soğuluydu, duruyordum. Gətirirsən onu Bakıya, mən dəfələrlə olub adamlar, gətirmişəm Bakıya, evdə isti, qış vaxtı deyir, çox istidir, gəl qoy biraz yatım. Orada belə, burada belə. Deməli, bunlar hamısı bəhanələrdir. Sən bəhanə elə, Allah'a yola ver, Allah da bəhanə eləyib sənə yola verəcək, narahat olma.
Allah biləcək səni necə yola verir. Sən də orada fürsət tapa bilməyəcəksən. Ona görə göylərin və yerin yaradılması haqqında düşünmək lazımdır. Ayə belə der sonra. Rabbena ma xalaqta hada batilan subhanaka faqina azabannar. Ey Rəbbimiz, sən bunları boş yerə yaratmadın. Boş yerə yaratmamısan. Mən ola bilər 2 dəqiqə artıq danışam, amma qusura baxmayın, fikirlərimi tamamlayacağam. İçərinizdə memar var ya yox, bilmirəm. Əgər memar yoxdursa, sual verirəm. Memarlardan da soruşun. Dünya şöhrətli memarlardan gedin soruşun. Gedin Wikipedia'da yazın, YouTube'da yazın, Instagram'da yazın, Facebook'da yazın, Google'da yazın. Harda istəyirsə gedin bir dənə memar tapın ki, bir dənə ev yaratsın. Əvvəl evin tavanını yaratsın. Sütunsuz olsun, sonra başlasın fundamentə keçməyə. Elə bir adam tapa bilərsiniz? Hamımız belə eləyirsiniz, yox. Amma Allah ən böyük memardır. Ən böyük inşa eləyir. Quran-ı Kərim buyurur, xalaqas semavati vel arz. Göyləri yarattım. Göy yox, göylər, təbəqələr. Sonra yeri yarattım. Bilə əmədin, sütunsuz. İndi bir dənə tapın. Bunun haqqında düşünməyə dəyər dəyməz. Dünyada elə bir həkim tapın ki, dünya şöhrətli, insanı ölümdən xilas eləsin. Varmı? Hələ onkologiyanın haqqında da böyük bir yürüşlər gedir, fikirlər, mübahisələr gedir. Biri bu preparat, biri bu dərman. Hələ mübahisələr gedir. Qiyamətə qədər də çox şeylər tapılmayacaq, sirrlər tapılmayacaq. Allah bunlardan vaqifdir. Bunun haqqında düşün. Səni yaradıb, sənə ürək verib, orqanlar verib, göz verib, daxil orqanlar, böyrək, qaraciyər, mədə, nələr. Bunun haqqında düşün, pulsuz verib. Nə verib almışdım bu canı görək, mən canı yaratdım, yoxsa can məni? Müftə aldığımı qaytaram gərək, bəs nədir görəsən ağrıdan mənim? Heç bunlar haqqında düşünmüsünüz? Pulsuzluq olanda nə qədər düşünürük ki, vay, hardan bu bəla gəldi ki, pulsuz oldum? Heç özümüzə bəla gəlir, düşünürük ki, bu bəla hardan gəldi? Yox. Ona görə Quranda bir dənə cavab var. Əraditum bil həyati dünya. Quran bizə sual verir. Nə tez dünya ilə barışdın? Nə tez bu dünyaya satıldın insan? Adam var görürsən, bir adamın zəif nöqtəsindən tutur, hər kim istəyir bu sözü necə götürürsə götürsün, bilmirəm. Gəlir, ictimai cəmiyyətin içində baxır, görür ki, filan kəsin ehtiyacı var. Ayda 300 manat qazanır, amma buna 1000 manat pul lazımdır. Deyir, mən qardaş sənə 1000 manat verəcəyəm. Pul şirin şeydir axı. Gedir, xidmət eləyir, 1 ay, 2 ay, 3 ay, 1000, o pul verən də ziyandadır, bilir nə üçün verir. Elə ki 5-ci ay çatır ya 1 ildən sonra deyir, qardaş bu qədər mən sənə pul xərcləmişəm, hə. Mən boş yerə xərcləməmişəm, məqsədsiz xərcləməmişəm. Filan kəsi öldürmək lazımdır. Bu deyir ki, yox, bu biraz çətin məsələdir. Deyir, biraz da qaldıracam hesabı, narahat olma, işimi gör. Bu qədər misalın fonunda, fövqündə, içərisində, bilmirəm, tərkibində nələr varsa, Allah səni boş yerə yaradıb. Düşünürsən, yox, boş yerə. Əfəhasibtum ennəmə xalaqnakum abatha. Siz elə düşünürsünüz ki, Allah sizi boş yerə yaradıb. Yox. Demir ki, mənə bu şeyləri ver. Yox, deyir, yeganə istədiyim nədir? Allahı tanı. Allah bu qədər sənə nemət verib, səndən pul istəmir, para istəmir, muzd istəmir, heç bir şey. Deyir ki, tanı məni də. Tətəfəkkəru fi əlâillah və lə tətəfəkkəru fi zâtillah. Allahın nemətlərini düşünün. Allah hardadır düşünmün. İndi adamlar var, deyir, Allahı tapmaq istəyir. Adamlar var, şükür olsun Allaha, indi deyəsən, bilmirəm, indi özü üçün bir din yaradıb, əqidə yaradıb, namaz da Azərbaycanca qılınmalıdır, müqəddəs yoxdur, kitab yoxdur, filan yoxdur. İndi təzə çıxıb deyirlər ki, ölüyə də Yasin oxumağın heç bir faydası yoxdur, Quranın faydası yoxdur, filanın faydası yoxdur.
Amma onun atasın, anasını söyəndə o sənə qarşı aqressiya yaradır. Söyüş çatır, Quran çatmır. Necə olur səni kənardan söyür, sən eşidəndə aqressiya, mənim atamı söydü, anamı söydü, o sənə çatır. Bu söz çatmır sənə, Allah kəlamı çatmır, söyüş çatır, Quran çatmır, deməli ölüyə çatır. Əgər söyüş sənə çatmasa, hələ buradan vursan, oradan çıxsan, deməli o Yasin'də təsir olmayacaq. Bunları düşünün və insanın düşünməsi bir ibadətdir. Nəzə çox danışdım, fikrimi tamamlayıram, bir ibrətli bir fikirlə. Bir nəfər çox namaz qılırdı, ibadət eləyirdi. Adamlar var, bəzən deyir ki, hə, çox qılmışam, hələ deyəsən, hələ Allahın da estağfirullah, mənə borcu var. Var, belə adamlar var. Fəxr edir, namaz qılmışam da məndən o tərəfi yoxdur. Həmən o namaz qılan, çox namaz qılan, zikr eləyən yatır yuxuda görür məhşərdir. Hesab başlayıb. Baxır görür ilahi, milyonlarla insanlar cəhənnəmə gedir. Milyonlarla insan cənnətə gedir. Bu da deyir ki, mənim dünyada problemim yox ki, məni də cənnətə qoşacaqlar. Mələk gəlib bunun yaxasından, qəzəblə yapışanda adam var, görürsən sənə şirin danışanda ondan qorxma. Bil ki, burada problem yox. Adam ki, hücumla gələndə bil ki, vay halı, evi yıxacaq. Mələk ki, bunun sinəsindən yapışır, deyir, sən məni tanımadın. Dedi, yox. Dedi, dünyada Allahın dediyi bütün əməllərini getmişəm. Dedi, nə qəzəbli gəlirsin? Dedi, yox, Allah deyir, cəhənnəm at. Dedi ki, nə danışırsan sən? Mən bu qədər namaz qılmışam, hara getdi? Oruç tutmuşam, hara getdi? Sən nə danışırsan? Namaz qılmayan da cəhənnəm, mən də cəhənnəm. Dedi, yox, mümkündür. Allahın bəs ədaləti harada qaldı? Allahın ədalətini istəyirsən, hə. Allah əmr eləyir, onu gətirir məhkəmə, tərəziyə, mizan tərəzi deyirlər, gətir tərəzi. Onun sol gözünü çıxart. Bu çox yuxuda qışqırır, bunun sol gözünü mələk çıxardır, qoyur tərəzinin bir gözünə. Allah buyurur ki, 70 il namazını da qoy. Tərəzinin bir gözünə bunun 70 il namazı, bunun sol gözü də tərəzinin bir gözündə. Allah deyir, bax. Baxır, görür ki, ilahi, mən 70 il namaz qılmışam, oruç tutmuşam, hələ sol gözümün işığını vermir. Allah təala buyurur, necəsən? Dedi, ilahi, peşmanım, dedi, indi apar cənnətə. Çox mənəm demə ibadətindən. Ona görə Allah'a düşünək, özümüzü düşünək, həyatımızı, yaşayışımızı, dünyamızı, ölkəmizi, ailəmizi, İnşallah ümid edirəm Allah bütün çətinliklərimizi aradan götürəcək. Allah Muhammed Ali Muhammedin xatirinə cüməmizi mübarək eləsin. Bayramlarımızı mübarək eləsin. Allah Teala İmam-ı Zamanın zuhurunda təcil eləsin. Muharibəni yer üzündən götürsün. Xəstələrə şəfa versin. Qazilərimizə, yaralılarımıza acil şəfalar versin. Duaya möhtac olanların duasını qəbul eləsin. Övladı olmayanlara övlad əta eləsin. Borcu olanların borcularını əda eləsin. Allah Teala qəbrəstan əhlinə rəhm eləsin. Ata-ana boynumuzda haqq qoyub dünyadan gedənlərin ruhlarını şad eləsin. Cümə namazlarına gələn bacı və qardaşlarımızı uzaqdan yaxından onları müvəffəq eləsin. İlahi, bizi də qəbrin sıxıntılarından qoru. Dualarımızın qəbulü üçün Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahu samad, lam yelid və lam yulad və lam yekul lahu kufuven ahad. Peyğəmbər cəmalına, ölənlərimizin ruhlarına, şəhidlərin ruhlarına salavat zikr eləyək.